Əvvəlcə 31 mart soyqırımı ilə bağlı 40-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Ardınca ümummilli lider Heydər Əliyevin torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 31 mart soyqırımı ermənilərin Azərbaycanlılara qarşı törətdikləri mərhələli soyqırımı siyasətinin bir hissəsidir. Vurğulanıb ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan Azərbaycanlıların soyqırımı haqqında fərmanla faciəyə ilk dəfə siyasi qiymət verilib. Mövzu ilə bağlı digər çıxışlarda bildirilib ki, 31 martın mənəvi yükü yalnız keçmişin kədəri ilə ölçülmür. Bu tarix həm də milli birliyin, xalqın öz tarixi qarşısında məsuliyyətinin, yaddaşını yaşatma gücünün göstəricisidir. Məhz bu milli iradənin nəticəsi idi ki, 2020-ci ildə 44 günlük vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. 30 illik işğala son qoyuldu, xalqımızın tapdalanmış hüquqları döyüş meydanında bərpa edildi, şəhidlərimizin qisası alındı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə suverenliyimizin tam təmin olunması isə bu tarixi ədalətin yekun təntənəsinə çevrildi. Sonda soyqırımı faktlarını özündə əks etdirən videoçarx izlənilib. Azərbaycan xalqı qürurlu tarixlə yanaşı faciə və soyqırımlara da şahidlik edib. 20-ci əsrin ən dəhşətli səhifələrindən biri isə 1918-ci ilin mart-aprel aylarında erməni daşnaqlarının törətdiyi qətliamdır. Gülay Tahirli, Tərlan İbrahimova, Akşin Məhərrəmov, NTV Xəbər.